xeyir, dəyərli kanal izləyicilərimiz. Biz hal-hazırda Masazır qəsəbəsindəyik. Masazır qəsəbəsində İpək yoluna yaxın bir ərazidə, Kupçalı, yəni bu evin yerləşmə yeri belədir. Yəni İpək yoluna, Qafqaz Universitetinə yaxın bir ərazidə yerləşir. Arpaçay deyilən bir restoran var, ona da yaxındır. Yəni buradan İpək yoluna da çıxış var, Masazırın içinə də çıxış var. Kommunallar hamısı var, qaz, su, işıq var. Videonun əvvəlində yolla bağlı görüntünü gördünüz. Evin ümumi görünüşünü göstərəcəm. Sona qədər cüt daşından tikilib, mərtəbə arası monolit beton, birinci mərtəbədə tam şəkildə isti döşəmədir. Həyətinə 2 maşın rahat şəkildə keçəcək. Evin ümumi torpaq ərazisi evlə bir yerdə 1,5 sotdadır. Qiymət də ki 90.000 manata deyilir, endirim olunacaq. Ətraf yaşayışdır, ətrafı göstərə bilərəm darvazadan. Və belə ətrafı tam şəkildə yaşayışdır. Və gözəl küçəsi var, evin iki tərəfi də yoldur. Yəni darvaza olan hissəsi də yoldur və bu hissəsi də yoldur. Yəni qarşısını kəsəcək, ya və yaxud da gələcəkdə qarşısında nəsə tikiləcək bir şey yoxdur. Və belə bir yüz görünüşlü yerdən kürsülüdür. Kameradan bir daha vururum. Hər biri var. Hər biri çəkilib hazır vəziyyətdədir. İçərisinə daxil olduq. Belə ümumi görünüşdür. Döşəmə birinci mərtəbədə tam şəkildə qranitdən istifadə olunub və altı isti döşəmədir. Pilləkən betondan istifadə olunub, betondan tikilib, üstü mərmərdir. Bir dənə görüləcək iş, pilləkənin bu qıraq hissəsi qalıb. Və burada da boş bir ərazisi var. Gələcəkdə bura bir böyük bir paltar dolabı da düzəltmək olar. Burada belə bir birinci mərtəbə ayrılan hamam otağıdır, tam təmir. Qiymət bir daha vurulur, 90.000 manat. Endirim olunacaq, nağd satılır, Kupçalıdır, evində torpağında kupçası var. Və burada bizdə mətbəx hissəsidir. Belə bir mətbəx hissəsi. Daha doğrusu üzürlü sayın, qonaq otağıdır. Üzürlü sayın, belə də üzr istəyirəm. Qonaq otağıdır. Mətbəxdə üzbə-üzdə yerləşir. Belə bir qonaq otağıdır. Evdə təmirə aid bir dənə görüləcək iş pilləkənin qırağıdır. O da görülüb veriləcək. Burada bizdə mətbəxdir. Mətbəxi də tam təmirdir gördüyünüz kimi. Gözəl təmirləndir. Burada da döşəmə qranitdən istifadə olunub. Və mətbəxin də pəncərəsi öz həyətinə baxır. Bir daha vururum. Tikintisi ilə bağlı məlumat verim. Ev tam şəkildə qoşadaşla tikilib düz sona qədər. Damı paket şiferdir, dəmir şiferdən istifadə olunur. Və bu gördüyünüz bir ilə ikinci mərtəbənin arasında monolit beton var, bu betondur. Tam şəkildə möhkəm evdir, fundamenti karkas betondur, qiymət 90.000. Masazır qəsəbəsidir, İpək yoluna yaxındır, Arpaçay restoranına yaxındır, Qafqaz Universitetinə yaxındır. Bu evin yanından Masazın içinə də çıxış var, bu evin yanından təzə İpək yoluna da çıxış var. Kombi xətləri otaqlara çəkilib, evin ümumi otaq sayı 4-dür. Kanalımıza abunə olun, videonu bəyənməyi unutmayın. Gözəl evdə qaçırmağına dəyməz. Bir ədəd, yəni belə ikinci burada belə bir ev satışda yoxdur. Bu da sonuncu yataq otağıdır. Buradan da eyvana çıxışı var. Videonun əvvəldə qeyd elədim. Bu hissəsi də yoldur. Bu hissəsi də yoldur. Qarşısını gələcəkdə kəsəcək, heç bir şey maneə olmayacaq. Bir də görüləcək iş bu pilləkənin qıraq hissəsidir. Sonra da izlədiyiniz üçün təşəkkür edirəm.